UEFA Çempionlar Liqası 7-ci tur oyunlar və nəticələr: Galatasaray 1, Atletico Madrid 1, Marseille 0, Liverpool 3, Juventus 2-0 hesabı ilə Benficanı məğlub eləyir. Bavariya 2, Union 0. Barcelona dramatik oyunda Slavia Praqanı 4-2 hesabı ilə məğlub eləyir. Chelsea 1, Pafos 0. Atletik gözlənmədən Atalantaya məğlub edir 2-3. Newcastle 3, PSV 0. Real Madrid Monakonu yerlə 1 eləyib 6-1 hesabı ilə qələbə qazanır. Bodo Glimt sensasiyon olaraq City'yi məğlub eləyir. Kairat 1, Klub Brugge 4. Sporting 2, PSG 1. Inter evdə Arsenala məğlub olur 1-3. Kopenhagen 1, Napoli 1. Villarreal 1, Ajax 2. Olympiakos 2, Bayer Leverkusen 0. Tottenham 2, Borussia Dortmund. Və sonda Qarabağ dramatik keçən oyunda möhtəşəm, parlaq bir qələbə qazandı. Qarabağ 3, Eintracht Freiburg 2. Hamını təbrik edirəm.